Astroloqlar 4 bürcün xəyanətə meyilli olduqlarını müəyyənləşdiriblər. Həmin bürc işarəsi altında doğulanların daha yaxşı sevgili tapdıqda, əvvəlki sevgilisini tez tərk etdikləri müəyyən olub. Bu bürcləri təqdim edirik. Qoç. Bu bürc işarəsi altında doğulan şəxslər üçün ehtiras daha önəmlidir. Bu səbəbdən də onlar özlərinə uyğun şəxs tapdıqda, əvvəldən münasibətdə olduqları sevgilisini tərk edirlər. Onlar axtarışda olurlar. Əkizlər. Əkizlər cütlüyünü dəyişməyə daha çox meyilli olurlar və fikirlərini tez dəyişirlər. Bugün siz onların xoşuna gələrsiniz, amma sabah onlar sizdən xoşlanmaya bilərlər. Əkizlər bürcündən olan şəxslərə bağlanmayın. Qız. Bu bürc altında doğulanlar daim eyni şəxslə münasibətdə qalmağa səbirləri çatmır. Onlar özlərini unikal insan hesab edirlər. Əqrəb. Əqrəblər daha ehtiraslı bürc sahibləri hesab olunurlar. Bu səbəbdən də bu bürc sahibləri ilə bir qədər ehtiyatlı davranmaq lazımdır. Siz onları tez yora və özünüzdən kənarlaşdıra bilərsiniz. Bu video astroloji inanclara və ümumi müşahidələrə əsaslanır. Əyləncə və məlumat məqsədi daşıyır. Fərdi insanlara şamil edilmir. Astroloqların fikrincə bəzi bürclər emosional qərarlara daha tez meyilli ola bilər. Bu isə münasibətlərdə risk yarada bilər. Təbii ki, bu hər kəsə aid deyil.